İslam dövrü abidələrində bir sıra uğurlu tədqiqatlarım oldu. Bunlardan ən mühümü bu pandemiya dövrünə düşdü. Şamaxı rayonunun Avaxır kəndində bir ziyarətgah açdım mən. Ömər Sultan ziyarətgahı. Deməli, Azərbaycanda sufizm yayılanda onun ən mühüm qollarından biri olub xəlvətlik. Xəlvətliyin də banisi bütün dünya qəbul edir ki, banilərindən biri, bəlkə elə birincisi Pir Ömər olub. Türk dünyasında, İslam dünyasında Pir Öməri axtarırlar ki, Pir Ömər harada yaşayıb, harada doğulub, onun türbəsi haradadır, məzarı haradadır. Bu geniş bir axtarış mövzusudur. Türkiyənin özündə bununla bağlı uzun illər axtarışlar gedir. Mənim tədqiqatçı dostum var. Bir gün mənə, biz Ağsuda işləyirdik. Dedi ki, Qafar müəllim, bəs belə bir şey var. Yusif Müskirin əsərində adı çəkilir Pir Ömər Avaxılı. Bu əsəri də o vaxtı Mehmet Rıhtım deyilən bir İslam şünas alim var idi. O üzə çıxarmışdı. Gedək bir Avaxıla baxaq. Orada deyirlər, belə bir şey ola bilər. Çünki araşdırdıq, Qafqazda, Azərbaycanda Avaxıl deyilən başqa bir yer yoxdur. Bu Avaxılı nəyəsə bir şey deyir də. Orada soraqlaşanda bəlli oldu ki, burada bir ziyarətgah var. Öz adı nədir? Ömər Sultan ziyarətgahı. Etdik, gördük, bir iri qoz ağacıdır, çoxusu belə, ətrafında daş, qəbirlər filan. Biz orada işə başladıq. Dərhal müəyyən şeylər üzə çıxdı. Türbənin qalıqları artıq üzə çıxdı. O məqamda 2020-ci il may ayının 25-də Cənab Prezident Mehriban xanımla birlikdə Şamaxıya səfərlər çərçivəsində həmin yerdə oldular. Abidə ilə tanış oldular.